Qurban olun millətimə, bu gün 56-cı bölüm olmalıdır. Bəli, 56-cı bölüm olmalıdır. Gör hardan hara. Yaxında bunu 60-cı bölümünü də qeyd eləyərik. Bu gün Azərbaycanda nətər düşük-düşük, nətər giz-giz, nətər gülməli olduğunu zənn edən gülməli olmayan videolar var. Daha çox istəyirsə bir dənə like atmağı unutmayın. Evdəkilər biraz üstümə qışqıran kimi mənim şüvərlik səviyyəsi. Nəsə şu olam, mən depressiyadayım. Depressiyadasın. Mən yorulmuşam, artıq mən danışa bilmirəm. Hamınız qanun qarşısında məsuliyyət daşıyırsınız. Mən daşımıram. Mən nə əlaqə? Mənim söhbətin nə əlaqəm var ki? Mənim şeydən başım çıxmadı. Qardaş, mən evimdə oturmuşam, çayımı içirəm. Yəni mən niyə qanun qarşısında məsuliyyət daşıyıram? Mən sənə görürəm. Görsən qaqaçına deyiblər də, bəyənçi xəttinə deyiblər. Çox maraqlıdır mən. Heç bir videodan pandemiya iyi gələ bilməz. Padlo положениyaları ki, davam eləyir. Ha bu qaqaçlar. Buna inşaatçılar ha. Deyirəm indi Azərbaycanda bu tipdə şeylər eləyən yoxdur. Sən öldürən. Hamı gəlib TikTokda canlı yayın açır, jeton dilənməkdən məşğuldurlar. Heç belə maraqlı şeylər eləyən yoxdur, sən öldürən. 2025-ci ildə geyim qaydaları. Məncə Azərbaycanlı bir oğlana və yaxud kişiyə mən rəva bilməzdim şəxsən şort geyinmək. Rəva. Olmaz. Olmaz. Tərbiyəsizlikdir. Tərbiyəsizlikdir. Oy sibil. Şort geyinmə tərbiyəsizlikmiş. Allah təzə öyrən. Olmaz, bizim millətin mentaliteti vardır. Sənin mentalitetin. Bizim millət mentalitet deyil, o sənin mentalitetindir dost. Amma kişiyə qalanda biraz qəribə gəlir. Ay sən öldürəm də. Cəmaət Marsa roket göndərir. Bizim şəhərə şort geyinib geyinməməyin dərdini çəkirlər. Yəni belə şeylər yoxdur da. Yer kürəsinə hər gün 5-6 ton meteorit düşür. İldə bu təqribən 200.000 ton eləyir. Nə? Bəs biz onda bunu niyə görmürük? Bir dənə ağzımdan nə söz çıxan kimi rəşid. İndi şu uşaqlar dərsin olmayacağını necə öyrənir? Biz necə öyrənir? Sözün əsl mənasında elə idi bu arada. Deyirəm, o qədər hazırlaşırdın, sərt saat tez dururdun, dərsə gedirdin, hə? Ondan sonra məktəbə gəlib çatanda deyirdilər ki, dərs yoxdur bu gün, qaydında. Avtobus gec gələndə özümdən çıxardığım təxtsiz oldu. Vay bu avtobus harda qaldı da? Bu 5 qəpik idi görsün qırağı, hə. Bu 10 qəpik. Bu 20'dir. Nə bir şey başım çıxmır ya. Hamı eyni şeylər necə yaşaya bilir ya? Sən sözün əsl mənasında həqiqətən də belə olurdu da Allah. Mən təbii sən nə edirdim? Cəbimdə 2-3 dənə kart olurdu. Hə bunun hansı kart olduğunu falan təxmin etməyə çalışırdım. Hamını blok atıb knopka al telefona çizəcəm valla. Allah belə gəlsə desən mənim də axırım belə olacaq. Она меня игнорирует. В Баку офигенная погода, мы сейчас идем. Abi hörmətsizlikdir də. Hörmətsizlikdir. Yolda gördüyüm bir qız, yəni sənin dilini bilməsə belə, yəni hörmətsizlik də, yəni belə bir sözlər demək. Ay zibil. Bilərsən cavabımı oxuduğum testdə şagird səhvim yoxdur deyə. Abi müəllim paylaşıb bunu. Bax bizim nəsil, məsələn Z nəsil deyirlər də bizim nəsil məsələn müəllim falan olsa, bütün taktikalar hamısı bilir işte sən öldürür. Uşaqlar bizim qabağımızda kopya falan çəkə bilməzlər. Estetik əməliyyat keçirəndən sonra beyin əməliyyatı keçirmiş kimi triplər gələn o influencerın storyləri. O qədər çox mesaj gəlib cavablandıra bilmirəm. Yanımızda olan qızların qədər dəyərlisiz mənim üçün çox ağır əməliyyat keçirdim. İndi yaxşıyam. İlgi istəyirlər. Başa düşürsən, ilgi acıdır. Başa düşürsən, bu tip insanlar ilgi acıdır. İlgi nədir? Maraq aclığıdır da. Başa düşürsən, insanlar buna maraq verəndə bu adamlara ləzzət eləyirlər. Tələsirsən, lakin Kasterin məhsulu 2 dəfə vurub və silə bilmir. Güləndam xanım, bir dənə baxardınız da, kassada silinmə var. Qatar Bakmilə gedəndə işçilərin nərman olda çıxardığı şüvənlik. Cəsəddə nə üçün oturursan? Tərk et bədəni, tərk et cəsədi. Rahat bırak insanı, tərk elə bədəni. Sıxın oradan. Bakmilə gedən yox ki, başa düşməm. Qardaş, başa mən Bakmilə getmək istəyirəm. KSG, BSG-də sadəcə öz yanına hazırlığa gedən şagirdlərə kömək edən müəllimə. Yaza bilsən. 4A yazmısan, 4A deyil, 4B'dir. 5C yazmısan. İşte bu elədiklər. Sən nə deməkdir də yəni bu? Ümumiyyətlə kömək eləmirsən, ümumiyyətlə eləmə. Heç kömək eləyirsənsə hamısı elə dostum. Hökman yanına gələn, hökman sənə pul verir deyə belə bir şey eləmək həqiqətən iyrənc bir hərəkətdir, həqiqətən deyirəm. Eşşək boy olmamıza baxmayaraq, mamamın elədiyi bazarlıqda yeməyi nəsə olmuyor. Bu ssenari nəsə mənə tanış gəldi. Deyəsən heç vaxt böyüməyəcək. Yo. Elə şey yox. Sevin, eləmə belə şeylər. Ayıbdır. Mən özüm sənə hədiyyə almaq istəyirəm burada. Lazım deyil, yo. Fikir verin. Mən sizə öz adamlar. Abi pul da alınmaz mı abi? Pul məsələn sən pul niyə almıyorsan? Hədiyyədir. Adamlar sana fikirləşiblər, sənə hədiyyə verirlər. Bir də onu almayacaqsan yəni. Çöl buz kimidir, yatağın istidir, yuxunun ən şirin yerindəsən, amma telefondan bu səs gəlir. Abi o qədər iyrənc bir şeydir ki, ay zibil. Magistr kursuna girəndəki vaxtım yadımdadır. İşte 1 il əvvəl. Zibilə qalsa saat 7-də zətdə oyanırdım. Yolum artıq 1 saat yarım idi də. 9-un yarısı da şey başlayırdı, dərs başlayırdı, kurs başlayırdı. Ay zibil, bildiyin nifrət edirdim həyatımdan o vaxtlar. Avtobus o qədər doludur ki, minməyə cəhd etmirsən. Bunu orada çəkilər ola. Hindistanda da böyle şey olması için bu senaryonu mən Hindistanda falan görürüm. Çox zordur, nə var? Betməcəyini durub burada. Bəli, yaşandı. 199-a minənlərin gözləri yaşlı. Bizimlə niyə vaxt keçirmirsən deyə Mamunla söhbətimizin 3-cü dəqiqəsi.
Ona görə ki, siz heç biriniz məni eşitmirsiniz. Hamınız öz bildiyinizi edirsiniz. Hardan gedirsiniz, hardan gəlirsiniz, xəbərim yoxdur. Cəmaatın da uşağı görə atasının anasını eşitir. Valla o sözü mən deyirlər. Cəmaatın uşağı anasının atasını eşitir. Ölür ki, anasının atasından sonra. Kimdir o? Cəmaatın uşağı mən çatmır həqiqətən də. 5 dəqiqə söhbət edirsən, başlayırlar başqa şeylərdən danışmaq, başlayırlar deyinməyə. O cürə oturmaq da olmur. Hər xəstəxananın koridorunda gələn o həmin o zəng. Hara zəng eləyirsən? Hara zəng eləyirsən? O kasıb sözünün videosu var da, o yadıma düşdü. Qohumlar, sən kasıb olanda. Bu demək ki, sən qohumlar heç vaxt razı sala bilməyəcəksən. Ona görə də qohumların deyişlərini çox da öyrənmişəm. Başındakı bir perukdur ya Allah. Efirdə belə şeylər niyə verirlər də? Həqiqətən insanların psixologiyası pozulur belə şeylərə baxanda. Həkimlərin anidən yaratdığı gərginlik. Sizin analizlərinizə baxdım. Neçə gündür bu proses davam edir? 2 gündür. 2 gün. Qızdırmamız olub? Hə, dünən 38 dərəcə idi. 8. Ürək bulanma olub bəs? Hə, arada olur. Oldu oğlum. Öskürək var bəs? Həkim var ya, amma nə olub deyin mənə. Aşı vilka ilə yeyirsiniz yoxsa qaşıqla? Qaşıqla həkim nə olub deyin. Siz niyə axı vaxtında həkimə gəlmirsiniz? Tez olun, meteosteron çağırın oradan. Mən ölmək istəmirəm, həkim deyin, düzü deyin, öləcəm mən. Sizdə tenziyon, sefalgiya var. O nədir? Öləcəm, xərçəngəm. Yox, narahat olmuyor. Baş ağrısıdır sadəcə. Dərman yazacam, keçəcək gələcək. Mənim ürəyimdə video baxanda sən öldürəm. İnsan bir rol bu qədər yaxşı oynaya bilməz ya. Biraz qorxudan xəstəlik tap ömürlük müştərisi olursa. Qəşəng taktikadır ya. Adaptörü sən götürməmisən? Yox, məndə deyil ki. O bir rozetkaya baxıyor. Tapamıram da poxu. Sənə bilmirəm. Yalandan danışma. Ara qoymuşsan. Rozetkanın üstünə baxmısan? Məzələm. Sənə bilmirəm yəni. Dəli deyən, niyə gizlədim adaptörü? Sən can verdən məzələm. Sən öl deyirəm, bilmirəm. Sən öldün. İnsan yalan danışmayanda və daha çox gülməyə gəlir. Başa həqiqətən niyə bu realdır? Bu video niyə bu qədər realdır? Allah həqiqətən başa düşmürəm ya. Görürsən qabaqdaşda sən yalan danışdığında fişləşməyə başlayır. Çox iyrənc bir durumdur. Işıqlar sönəndə ailecə birlikdə A demək. VSS.az azalmadı elə. VSS yazıb. İndi orada A deyirlər, bu da VSS yazıb. İlandan qorxmur, arvaddan qorxmur. İnsandan da qorxmuram. Heç bir insandan qorxmuram ha. Heç ilandır ki, ilandan da mən qorxmuram. İlandan qorxmursan, amma xəyallərdən qorxursan. Qadından qorxmayan yəni kişi deyil. Haqlıdır, nədir? Allah haqqı vacib deyil. Alın. Belə Barbie olar, Allah evi itişsin. Adım Ken olsaydı dəyişdirmişdim bu dəqiqə adımı. Birazcık Barbie'nin xalası ola bilər. Sənin qarşıva qəşəng qızlar zatlar çıxar. Yaraşıqlı olarsan. Onlar söz hesabını. Ay bu kimdir? Nə yer al qardaş? Ola bu nədir? Allah düzü TikTok canlı yayında belə aldıqların PK falan aldıqların var. Çox random insanlar olur. Sən öldürürəm də yəni. Açırsan başı soymağa, açırsan başlayır nə bilim orasını burasını açmağa. Çox zibil bir şeydir sən. Tanımalı insanlar almamaq lazımdır. 2 saat TikToka baxandan sonra əməliyyata girən zərrə. Çox qan itirib. Nəbzi neçədir? Nəbzi yaxşıdır şükür Allah. Pambıq. Qayçısını ver. Həkim bir daha qayçımız qalıb ucunda ağzına dərman yandırmışıq ki. Nə? Gileyedim sənə səndən darıxmışam sən gedəndən. Belə eləməli, belə buranı. Salam Azenes. Mənəm bərdəliyəm, biraz da zırdəliyəm. Ürəyimə toxunma. En azından özün bilir. İnsanlar həyatdan zövq almağa çalışır. Niyə sıxırsın? Başa düşsən? Adam mağazasının işlərə TikTok'unu çəkir, qoyur şeyə. Bu ölkən axır hara gedir?